Hindistana etdiyi səfərdən illər sonra Böyük Britaniya sakininin beynində 38 parazit aşkarlanıb. Həkimlərin bildirdiyinə görə bu nadir hal neurosistik skleroz adlanan xəstəliklə əlaqədardır. Xəstəlik domuz soliterinin süfrələrinin mərkəzi sinir sisteminə keçməsi nəticəsində yaranır. Məlumata görə qadın ilk dəfə səhhətində problem olduğunu ayaq yolunda təxminən 1 metr uzunluğunda lent şəkilli qurd gördükdən sonra anlayıb. Sonrakı müayinələr zamanı onun beynində 38 parazit olduğu müəyyən edilib. Bu vəziyyət güclü baş ağrıları, qıcolmalar və psixoloji pozuntulara səbəb olub. Mütəxəssislərin ehtimalına görə qadın 2007-ci ildə Hindistana etdiyi 3 aylıq səfər zamanı mikroskopik parazit yumurtaları ilə çirklənmiş qida qəbul edib. Maraqlıdır ki, o səfər zamanı ət yeməkdən imtina etsə də, həkimlər yoluxmanın təsadüfən çirklənmiş qida vasitəsilə baş verdiyini düşünür. Hazırda uzun müddətli müalicə alan pasiyent yaşadıklarını ictimaiyyətlə bölüşərək bu nadir, lakin təhlükəli parazitar xəstəlik barədə məlumatlılığın artırılmasının vacibliyini vurğulayır.